Bir sıra şəxslər 2000 manatadək cərimələnəcəklər. Belə ki, qrant alınması və ya verilməsi haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşəcək. Bu, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu İnsan Hüquqları Komitələrinin martın 12-sində keçirilən videokonferans formatında birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının resipiyentləri yaxud banklar və digər ödəniş xidməti təchizatları tərəfindən qrant haqqında qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması haqqında müqavilələr üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir. Qanun layihəsinə əsasən eyni əmələ görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcəklər.